Bakının Kubinka adlanan ərazisində davam edən tikintidə çökmə hadisəsi baş verib. Məlumata görə hadisə ötən gün RR Constructions MTK tərəfindən aparılan tikinti zamanı qeydə alınıb. Belə ki, inşa edilən istinad divarı anidən uçub. Həmin zaman ərazidə işçilər və ekskavator olub. Divar ekskavatorun üzərinə aşıb, işçilər isə son anda qaçaraq xilas ola biliblər. Traktörün biri suların altında qalıb. Baxın görüntüyə. Dəftərləri təhlükəyə tikirlər. Bura sürüşmə zonasıdır. Burada binanı qoyacaqlar. Yəni burada nə bilim ev alıb yaşayanda ağlı yoxdur ki, necə keyfiyyətlə, yəni o keyfiyyəti mən görürəm, fundamenti mən görmüşəm ki, necə tikirlər. İndi ikinci traktor da orada qazır. Nəyi qazır bilinmir, bu uca qalıb burada məhv olub, baxın. Suların ağzında, xoşbəxtçilikdən traktorist ölmədi oradan, bəxtləri gətirdi, çıxdı. RR Construction Imperial Residence görün nə boyda təhlükəyə atır insanları. Baxın, gəlib çıxmışam qonşunun hissəsinə. Burada Zabur deyəndə ki, dəmir suvaylar vurulmuşdu ki, bu torpaq aşmasın. Görün nə boyda dərinlikdə qazılır. Yəni buradan da su çıxırdı. Yerin dibində quyular var. Yəni kanallar var, su kanalları. Motor da gətirdilər, qoşdular qurutmaq üçün. Heç şura bu suyu quruda bilmirlər. Ən azından bilirsən ki, burada belə bir problem var. Sən niyə qazırsan? Yəni burada bu prorab, Qlavni Məhəmməddir, familiyasını da bilmirəm. Bu Sudebni işdir. Bu cinayət işidir. Bu 50 qollu bu Məhəmməd getməlidir elədiyi, törətdiyi işlərə görə. Allah cəmaatın üzünə baxıb ki, insanlar ölməyib. Bilmirəm burada amma fəhlələr qalıb ya yox. İndi araşdırma gedir. Traktor işləyə, traktorun elə öz başlarına gəldi. Bəla elə öz başlarına gəldi. Bu boyda beton suvaylar. Mən ona görə, mən bir memar olaraq mən deyirdim ki, yəni o suvay da, yəni sizin qoyduğunuz suvay o suvay deyil. Onun qabağını almayacaq. Görün nə boyda torpaq çöküb, gedib aşağı. Yəni bu evdə indi ailə qalıb. Ailələr qalıb, bir neçə 4 ailə, 5 ailə var o evdə. Yəni o çox təhlükəlidir. Fövqəladə də zəng eləmişəm, mən bilmirəm. Gələcəklər, gəlməyəcəklər. Yəni Azərbaycanda bugünkü gün vəziyyət budur. Ölüm hadisəsindən hələ ki xəbərim yoxdur, amma traktorun vəziyyətinə baxın. Yəni savadsızlara iş verəndə açıq qılavuz eşidir. Ay Fövqəladə Hallar Nazirliyi, ay başqa məmurlar, sizin tikintidən başınız çıxmayan işə niyə başınızı qoyursunuz? Niyə belə təhlükə yaradırsınız insanlara? Bax bu insanın evi də çox təhlükədədir. Mən indi qıraqdan çəkəcəm, sizə göstərəcəm. Görün nə boyda qazıntı edir. Özlərinə quyu qazdılar, axırda özləri də qaldılar altda. Prosto bu ev aşacaq. Yəni bu göstərdiyim ev var. Bu çox böyük təhlükədədir. Bir də ki bu ev. Yəni bunun suvayıdır, çünki çox dərin qazılır. Burada 4 ailə, 5 ailə yaşayır bu evdə. Burada da yaşlı kişi, yaşlı qadındır, ağası dayı. Övladlarına, nəvələrinə yaşayır. Böyük bir evdir. Bu da yəni ortada qalıb. Bunun 3 tərəfi də qazılıb, bir dənə yolu var. Bu da çox böyük təhlükədədir. Mən sizə göstərdiyim kimi oradan çox böyük qazıntı ediblər. Yəni o evdə aşacaq, gedəcək, görürsünüz. Və yavaş-yavaş torpaq sürüşür, gedir. Amma bunlar burada tikirlər. Buradan neçə yarım burada, evdən aralı. Getdə bakalım. Yox, görsənir də onu. Cəmaata nə cür stres yaşadırlar bunlar. Bu səsə durduq gəldi oradan aşağıdan ki, hələ bir zimritrisiniya, zəlzələ oldu.